Keçirik söhbətimizə. Səbuhi müəllim, xoş gördük sizi. Hoş gördük. Səbuhi müəllim, təxminən bir ay bundan əvvəl sizinlə görüşmüşdünüz. Dediniz ki, vəd verdiniz ki, biz ilin axırında bir də görüşəcəyik. Çox sağ olun ki, vədinizə əməl etdiniz. Əslində bütün o informasiyanı sizə saxlamışam. Çünki siz həmişə maraqlı suallar verirsiniz. Həm aktual olan, həm də insanları düşündürən. Digərləri bir-iki sualla kifayətlənirlər. Ona görə belə deyək ki, o dağarcığımızdakı mənbələri burada xərcləməyə çalışacağıq. Lap yaxşı. İstənilən halda o deyir ki, yaşananlar onsuz da yaşanacaq. Amma insanoğlu mütləq şəkildə nələr baş verə biləcək? Daima bax bu sual həmişə narahat edir. Bu baxımdan hesab edirəm ki, verilişimiz çox maraqlı olacaq tamaşaçılarımız üçün. İlk olaraq ondan başlayaq ki, 2026-cı il hansı planetin demək altında olacaq və nə idi bu il haqqında məlumat. İl haqqında məlumat əsasən. Onu çox doğru dediniz. Bəzən mənə elə bilirlər, mən deyirəm deyə olur. Deyirəm, xeyr, olacaq deyə mən deyirəm. Yəni bəzən bunu insan, Allah demir ki, insandır. Sadəcə proqnozlaşdırır. Tək astrologiyada yox, digər sahələrdə də bunu deyənlər, politoloqlar var, nə bilim, psixoloqlar var, insanları, hadisələri öncədən təyin edə bilirlər. İlk əvvəl bütün çıxışlarımda dediyimi təkrarlayayım ki, bəzən yanvarın 1 olan kimi deyirlər yeni il başladı, at ili başladı misal üçün, amma yanvarın 1-i miladi təqvimdir. Bu xristiyan dünyası üçündür. İsa Peyğəmbərin mövludu ilə bağlı yaradılmış bir təqvimdir. Amma Çin təqvimi başqa üslubdadır. Yupiterin hərəkətinə görə hesablanmış bir təqvim dönəmidir. Bu da dolça, su tökən deyirəm. Həmin o bürcün dövründə təzə ay nə vaxt doğursa o bürcdə həmən vaxta düşür. Gələn ildə 2026-cı ildə fevralın 17-si təzə ay doğur və bundan da qırmızı, alovlu, çılğın dedikləri at ili başlayır. Bitəcək fevralın 5-i 2027-ci ildə. Yəni bəzən deyir, mən filanıncı iləm, məsələn 2026 yanvarın 4-üyəm, mən at iliyəm deyə bilməz. Yəni o miladi ilə olmur. Ona qalsa bizim Novruz təqvimində var. Bəziləri hətta deyir, yox, hələ at ilin martın 21-20-si başlayacaq. O da yanlışdır, o Avesta təqvimidir. Dekabrın 31-dən 1-nə keçir və il dəyişir deyirik. O təqvim ilidir. Bugün işlətdiyimiz. Axı elə millətlər, məsələn, Yahudilərdə oktyabrdadır yeni il. Hicri qəməri də ayın hərəkətinə görə sürüşür də. Dəyişən təqvimdir. Amma bu yəni o 20 yanvar 18 fevral aralığında dəyişir həmişə. Həmin dövrdə doğulan olsa, tarixə baxıb, hesablayıb demək olar. Amma 20 yanvardan qabaq artıq əvvəlkilə düşür. Bir sözlə hələ fevralın 17-sinə qədər ilan ilinin dağıdıcı, müharibəni sevən, o sinsi işlər görən, gizli məmmalı proseslərə ağalıq edən ilan ilidir. Fevralın düz 17-sinə qədər. Saat günorta 1-də başlayacaq, 13:00-da da Bakı vaxtı ilə. Yəni günortaya qədər, nahara qədər 17 fevral hələ ki ilan ilidir. Çünki yəni birindən ayrıb digərinə keçirir. Mən biraz o ilanı qabardım ki, sonra at onun necə belə deyim, davam edəcək. İlan dağıdıcıdır, kompromisləri pozur. Fikir verirsiniz, buradan bura biz Ermənistandan hər şey bitib də. Ermənistan deyir 95% düzəlib, bizimki deyir belə, neft də veririk, nə bilim, əlaqələr var, gələr Qəbələdə görüşürlər, bizimkilər gedib İrəvanda görüşür. Eləmir. Demirəm, tək ilanla bağlıdır. Amma yəni bu dövrlərdə xarakteri də var, o da təsir eləyir. Ukrayna, Rusiya 50 dəfə o görüşdü. Putin özü deyir, nətər deyirsiz eləyir. Zelenski deyir, mən də razıyam. Trump deyir, məsələ həll olub, görsən ki, olmur da, getmir. Ortalıqda yoxdur. Yoxdur. Fələstin, İsrail oradan atəşkəs eləyir, oradan belə. İranla İsrail arasında. İndi İsrailin də təzdən deyir ki, İran bizə müharibəyə hazırlaşır. Halbuki İran uzağı müdafiə xarakteri nəsə eləyə bilər də. Təlimlər keçirlər. Artıq bu günlərdə Amerikaya öz nümayəndə, Xarici İşlər Naziri, yaxud da Nazirin nümayəndəsi gedib ki, amandı İran İsraili yox eləmək istəyir. Alınmır da, biz də fikirləşirdik, hər şey sakitləşib. Amma at ili belə deyil. At ili xaraktercə gizlinlər sevmir, müəmmalı şeylər sevmir. Mənə öz nifrətinidir, amma üzümədir, açıqdır.
Adam var da üzdə tərifləyir, arxada ayrı mövqe sərgiləyir. Üstü, mindilli. Hə, amma bu at birbaşa, məsələn, İlan dilində insanlar evdə də olsa daha çox tənhalığa qapılıb, daha çox da bədbin şeylərə varırlar. Pul da rol oynamır bəzən orada. Pulu da var, amma elə bil ki, o rahatlıq, o rifah halı bunda yoxdur. Bax, belə bir hallar var. At sevmir tənhalığı, sosiallaşmanı sevir. Sosial heyvandır da o. Cəmiyyətdə olsun, ham bir yerdə olsun. Ona görə də at illərində fərdi fəaliyyətdən daha çox kollektiv fəaliyyətlər uğur qazanır. İlin planeti dedi, yadımdan çıxar sonra Marsdır. Mars da hərb planetidir. İl alovlu, Mars oddur, təsəvvürün, il çılğın, Mars hərb planeti. Aləm qarışdı ki, yenə. Hökümdarlıq. Burada çox təəssüf ki, haqlıdan daha çox güclülər qalib gələcək. Yəni at ilində bax bu şeylər olur. Bəzən deyirlər də, daha bir hədis də var, deyir, bu dünyada haqlı olmaq azdır, həm də gərək güclü olasan. Güc həm puldur, həm də ətrafda əsl güc. Biz də 30 ilə yaxın haqlıydıq da, gördünüz, heç nə eləyə bilmədik Qarabağda. Güclü olan kimi dərhal həll elədik. Amma mən demirəm, ancaq güclü olmaq lazımdır. Ağıl olmasa olmur. Sadəcə bəzi astroloqlar deyir ki, at ilində ağıllıların işi getmir, heç vaxt. Ancaq zirək, o bizim kətdə bijəl tək deyirlər də. Hə, pislik eləyən adamlar, zamanın nəbzini tutanlar, fürsətçilər, bax, belə. Amma yenə deyim, at həm də deyir, açıqdır. Açıq. Məsələn, Sovet dönəmində, Sovetdən keçən dövrdə bəzi filmləri var idi. Mənfi rollara, tutaq ki, seriallar, mənfi rollara hamı nifrət edirdi, bir mənalı. Amma bugün o qədər açıq üzə çıxır ki, deyir, filan kəs yaxşı eləyir də, yaxşı eləyir. Arvadın boşadı, getdi onu aldı. Yaxşı elədi, ərini öldürdü. Belə şeylər deyir. İnsanlar artıq mənfi obrazda bir kumir axtarırlar, bir nə bilim belə sevimli bir şəxsiyyət də görürlər. Ona görə də bu hamısı qarşı birinə Mars hər planetidir. Amma mən bir şey deyim də, son 500 ildə dünya tarixini araşdırmışam, at ili ilə bağlı belə böyük müharibə falan olmayıb. Yəni hansısa bir müharibə olsun. Məsələn, Fətəlxan Əfşar Şuşanı tutub. İndi dünya üçün o balaca bir yerdir də, Şuşa nə boy deyir də, Şuşa qalasını tutub. Tutub deyəndə ikisi də türklər idi də, sadəcə indi müqavimət göstərib, elə də böyük qırğın olmayıb. Belə yüngülvari belə şeylər olub, amma belə dövlətlər arası dəhşətli belə müharibə mən rastıma çıxmayıb. Əvvəldən müharibə olubsa davam elədiyi olub. Məsələn, 1942-ci ildə at ilidir, 41-45 məsələsində onun içində olub, o heç. Amma sıfırdan təzə heç nə başlamayıb. Yəni hansısa bir müharibənin təməli qoyulmayıb. Mən bir dənə də tapmadım da ki, belə bu yaxşı. Hərf həm də müharibə demək deyir ki, müharibə Allahın insanlar müharibə eləyəndə həmən o Allah, Mars, Yunan mifologiyasına görə gəlir orada onu sakitləşdirir, günahkarı cəzalandırır. Məsələn, 100 min adam gəlib bir kəndi ordu gəlib qırmaq istəyir, bu onun qarşısını alır. Müharibəni saxlayan Allah da demək olar ona, əslində sülh Allahı da demək olar, hərb. Həm də hökümdarlıq, məsələn, Marsdırsa, üstəlik at ilində Marsdırsa, yeni liderlər ortaya çıxır. Sayısız, hesabsız dövlət çevrilişi də tam deməzdim. Hökumət dəyişikliyi, hakimiyyət dəyişiklikləri ən çox at illərində 2 ildə olur. Xoruz ilində, bir də at ilində. Ən çox hakimiyyət dəyişiklikləri Ərəb baharından tutmuş, nə bilim o sosial inqilabı məsələsi, məsələn, keçmiş o diktatorların cəzalandırılması, 2-ci Nikolay da Leninger 17-ci ildə çevriliş oldu, 18-də vətəndaş müharibəsi falan, sonra ailəlikcən hətta kiçik oğlum belə edam elədilər, güllələdilər. Bu şeylər çox olub. At illərində. Amma at illəri daha siyasi ildir. Xoruz ili at ili daha çox siyasi ildir.